Həftədə 3 dəfə olan bir iş var yoldaşlar. Həftədə 3 dəfə olur. Bu nə işidir? Bu dayə işidir yoldaşlar. Günlüyü də 25 manatdır bu işin. E, Dayə işidir 25 manatdır, amma bu hər adamlıq deyil yoldaşlar. Deyin nəyə görə? Çünki burada belə deyim də, hər adamı götürmürlər işə. Hansı şəxslərə önəm verirlər? Ərazi olaraq əsas məsələ mənasında deyirəm götürmürlər. Çünki tələb eləyirlər ki, ya Qaraçuxur, ya Neftçilər, ya Qaraqarayev ərazisində yaşayan biri olasınız. 2 uşaq üçündür yoldaşlar bu dayə işi. Birinin 7, birinin də 4 yaşı var. İş də 3 gündən biridir. Bir sutka uşağa baxırsınız yoldaşlar. Belə bir işdir, 25 manatda pul verirlər. İşin özü isə Bakıxanov qəsəbəsindədir yoldaşlar. Bu işə də müraciət etməkdə çətinlik çəkirsinizsə, digər işlərlə də tanış olmaq istəyirsinizsə, ümumiyyətlə iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, orada kanala daxil olun, Toğrul Əzov adlı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, orada əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.